Səddam Hüseyn gənclik illərində Baas Partiyası ilə tanış olur və qısa müddətdə bu təşkilatın aktiv üzvlərindən birinə çevrilir. Amma onun rolu intellektual deyil, daha çox küçə səviyyəsində güc tətbiq edən, nümayişlərdə iştirak edən və partiyanın qara işlərini görən biri olur. 1958-ci ildə İraqda monarxiya devrilir və hakimiyyətə Əbd əl-Kərim Qasim gəlir. Lakin onun siyasəti Baas Partiyasının pan-ərəb ideyaları ilə toqquşur və qısa müddət sonra Qasim artıq partiyanın əsas hədəfinə çevrilir. Və bu nöqtədə gənc Səddam ilk dəfə böyük bir siyasi əməliyyatda iştirak edir. 7 oktyabr 1959-cu ildə Baas Partiyası Qasimi öldürmək üçün sui-qəsd planı hazırlar və Səddam bu qrupun bir üzvü kimi hücumda iştirak edir. Amma plan uğursuz olur. Atəş nəzarətsiz açılır, Qasim yaralansa da qaçmağı bacarır. Bu hadisə zamanı ayağından yaralanan Səddam isə əvvəlcə Suriyaya, daha sonra isə Misrə qaçır və burada bir neçə il keçirir. Bu müddət ərzində təhsilini davam etdirməyə çalışır və eyni zamanda Baas Partiyasının regional əlaqələri ilə yaxınlaşır. Amma daha vacib odur ki, bu uğursuz sui-qəsd onun düşüncə tərzini dəyişir. O artıq açıq şəkildə hərəkət etməyin nə qədər riskli olduğunu anlayır və bundan sonra daha gizli, daha planlı və daha səbirli şəkildə irəliləməyi seçir. 1963-cü ildə Baas Partiyası hərbi çevrilişlə yenidən hakimiyyətə gələndə Səddam İraqa qayıdır. Amma ölkədə siyasi sabitlik olmur. Qısa müddət sonra yenidən daxili çəkişmələr başlayır və o həbs olunur. Amma 1966-cı ildə həbsdən qaçmağı bacarır. Bu qaçış onun həyatında növbəti dönüş nöqtəsi olur. Çünki artıq o sadəcə partiya üzvü deyil, sistemin içindəki yüksəlmək üçün lazım olan bütün metodları anlayan bir oyunçuya çevrilmişdi.